Xəbər verdiyimiz kimi, ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunanlar istisna ilə amnistiya tətbiqi nəticəsində təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad ediləcək şəxslərin dairəsi məlum olub. Milli AZ xəbər verir ki, Azərbaycanda amnistiya aktı çərçivəsində ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə məhkum edilmiş şəxslərə müəyyən güzəştlərin tətbiqi nəzərdə tutulur. Amma aktın layihəsində ağır və xüsusilə ağır cinayətlər törədənlər istisna olunur. Onlar amnistiyaya düşəcəklər, rəsmi, tam siyahı. Hazırda həbsdə olan məşhurlar arasında meyxanaçı Rəşad Dağlı xüsusilə diqqət çəkir. Onun isə qəsdən ağır cinayət törətdiyi üçün amnistiyadan yararlanması mümkün deyil. Rəşad Dağlı 2022-ci ilin noyabrın 9-da Bakının Qaradağ rayonu Lökbatan qəsəbəsində qonşusu İskəndər Mehdiyevi qəsdən öldürüb. Ona Cinayət Məcəlləsinin 120.1 qəsdən adam öldürmə və 228.4 qanunsuz soyuq silah gəzdirmə maddələri ilə ittiham irəli sürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Rəşad Dağlıya 9 il 6 ay həbs cəzası verilib. Beləliklə, amnistiya yalnız az ağır və ictimai təhlükə yaratmayan cinayətlər üzrə məhkum olmuş şəxslərə tətbiq ediləcək. Ağır cinayət törətmiş məhkumlar, o cümlədən Rəşad Dağlı, güzəştdən yararlana bilməyəcək.